Salam əziz abituriyentlər, bu videoda 6 aprel tarixində keçirilmiş 11-ci siniflər üçün buraxılış imtahanının riyaziyyat fənninin suallarına baxaq. 61-ci sualda deyir ki, -3x böyükdür 9 bərabərsizliyinin ən böyük tam həllini tapın. Bərabərsizliyin hər tərəfini -3-ə bölərik. Onda yazarıq -3x bölünsün -3. Əgər ki, bərabərsizliyin hər iki tərəfini -1 ədədə bölürüksə, bərabərsizliyin işarəsi əks olaraq dəyişəcək. Onda yazarıq kiçikdir 9 bölünsün -3-ə. -3-lərə gedəcək ixtisar, alarıq x kiçikdir. 9-u da -3-ə bölsə eləyəcək -3. X kiçikdir -3. Ədəd oxunda -3 ədədini qeyd eləyək. Aldığımız bərabərsizliyə görə -3-dən mənfi sonsuzluğa qədər olacaq həllər çoxluğumuz və bizdən ən böyük tam həllini soruşur. -3-dən sol tərəfdə ən böyük tam həll olacaq -4. Cavabımız olur B variantı. Keçək 62 nömrəli çalışmaya. 62 nömrəli çalışmada deyir ki, Z kompleks ədədi üçün həqiqi hissə 5, xəyali hissə -2 olarsa bu kompleks ədədin qoşmasını tapın. Kompleks ədədi ümumi şəkildə Z bərabərdir x topla i, y şəklində yaza bilərik. Burada x həqiqi hissədir, y isə xəyali hissədir. Gətirək yerinə yazaq. Z bərabərdir 5 çıxılsın 2 şəklində olacaq kompleks ədədimiz. Verilmiş bu kompleks ədədin qoşması isə x çıxılsın i, y şəklindədir. Yəni, y-in işarəsi əks olaraq dəyişməlidir. Onda verilmiş kompleks ədədin qoşması z üstəgəl 2i şəklində olacaq. Yəni, cavabımız olur Y variantı. Növbəti sualda A-nın hansı ən kiçik qiymətində verilmiş ədəd 9-a qalıqsız bölünər? Bölünmə əlamətlərinə görə bilirik ki, 9-a bölünmə əlaməti əgər ki, verilmiş ədədin rəqəmləri cəmi 9-a qalıqsız bölünürsə, həmin ədəddə 9-a qalıqsız bölünər. Yəni 2 topla 5 topla A topla B ədədi 9-a qalıqsız bölməlidir. Onda alarıq 7 üstəgəl A topla B bölünsün 9 şəklində bir ifadə. Dostlar, bizdən A-nın ən kiçik qiymətini soruşur. Məsələn, mən burada B-yə 2 qiymətini versəm, ifadə nəyə bərabər olar? 9 topla A bölünsün 9. Buradan da mən zaten A-ya bir 0 desəm, 9 bölünsün 9 alarıq. Bu da eləyər 1. Yəni, rəqəmləri cəmi 9-a bölünmüş olar. Onda A-nın ən kiçik qiyməti 0-a bərabər eləsəm, həmin ifadə 9-a qalıqsız bölünər. Cavabımız olacaq C variantı. Növbəti suala baxaq. Üstü ifadələrdəndir. 5 üstü x topla 1 bərabərdir. 5-də 1 üstü x çıxılsın 2 şəklində bir ifadə verir. Sol tərəf qalsın olduğu kimi 5 üstü x topla 1 bərabərdir. 5-də 1 ədədini mən 5 üstü -1 şəklində yaza bilərəm və üzərində x çıxılsın 2 qalsın olduğu kimi. Qüvvətin tapılması zamanı qüvvət üslər bir-birinə vurulmalı idi. Onda yaza bilərəm ki, sağ tərəfdəki ifadəni 5 üzəri x çıxılsın 2 şəklində. Nəticə olaraq aldıq ki, 5 üzəri x topla 1 bərabərdir. 5 üzəri x çıxılsın 2-yə. Əsaslar hər ikisində 5-dir, eynidir. Və üstü ifadələrdə əsaslar eynidirsə və bərabərlik verilmişdirsə, o zaman qüvvət üslər də bərabər olmalıdır və nəticə olaraq yaza bilərəm ki, x topla 1 bərabərdir, 2 çıxılsın x-ə. X-i keçirərik sol tərəfə, müsbət 1-i keçirərik sağ tərəfə. Nəticə olaraq alarıq 2x bərabərdir 1-ə. 2x 1-ə bərabərdirsə, x də bərabərdir 0,5-ə. Cavabımız olar B variantı. Növbəti suala baxaq. Oxşarlıq sualıdır, dostlar. K və L nöqtələri ABC üçbucağının uyğun olaraq BC vasitə tərəflərinin orta nöqtələri olarsa, ştrixlənmiş hissənin sahəsi ABC üçbucağının sahəsinin hansı hissəsini təşkil edir? Deməli, AL məsafəsi LC-yə bərabərdir, BK məsafəsi də KC-yə bərabərdir. Biz əvvəlcə üçbucaq AKC-yə baxaq. Üçbucaq AKC-yə baxsaq, üçbucaq AKL-in üçbucaq AKC-yə nisbəti bərabər olar 1-in 2-yə. Nəyə görə? AL-ə bir x desək, onda LC-yə də bir x də, elə deyilmi? AKC üçbucağının oturacağı 2x-dir. AKL üçbucağının oturacağı x-dir. Onda tərəflərin nisbətinə görə yaza bilərəm ki, həmin üçbucaqların sahələri nisbəti də 2-nin 1-ə bərabərdir.
Daha sonra baxırıq ümumi ABC üçbucağına və AKS üçbucağına. Deməli, SABC-nin SAKS-yə nisbətinə baxaq. Dostlar, burada da BK məsafəsi KS-yə bərabərdir. Yəni BK-yə bir Y desək, KS-yə də bir Y dəyəri. Onda böyük ABC üçbucağının balaca AKS üçbucağının nisbəti 2 bölünsün 1 şəklindədir. Biz aldıq ki, AKL bölünsün AKS 2-də 1-ə bərabərdir. Onda ABC'nin üçbucaq SA, gəlin elə AKL'in ABC'yə nisbətinə baxaq. AKL dedik ki, bura məsəl üçün x yazsaq 1x bölünsün 2x'dir. Onda bura 1 uyğun gələcək. AKL uyğun sahə nisbəti. ABC'nin də AKS'yə nisbəti 2 bölünsün 1 şəklindədir. Onda bu da nəyə bərabər olacaq? 2 vurulsun 2-yə. O da eləyəcək 1 bölünsün 4. Cavab olacaq D variantı. Növbəti suala baxaq. Sinüs 2x bərabərdir 1 tənliyini həll edin. Bilirik ki, sinüs funksiyası, məsələn 2x çıxılsın 3 nəyə bərabər olar? Pi bölünsün 2 topla pk'da bir qiymət, 2 pk'da bir qiymətinə bərabər olacaq. 3'ü keçirək sağ tərəfə, onda alarıq 2x bərabərdir pi bölünsün 2 topla 3 topla 2 pk'ya. Hər tərəfi 2'yə bölsək, alarıq pi böl 4 topla 3 bölünsün 2 topla pk'ya. Bu da hansı variant eləyəcək? D variantı. Cavab olacaq D variantı. Növbəti suala baxaq. 6 bucaqlının perimetrini soruşur. Perimetr tərəflərin uzunluqları cəminə bərabərdir. 4 dənə x var. Yazarıq 4x topla 2 dənə y var, 2y. Deməli, P bərabərdir 4x topla 2y. 2'nin örtərzə xaricinə çıxarsam, yerdə nə qalacaq? 2x topla y. Zaten misalın şərtindəki x topla y bizə verir 5. Yazarıq 2 vurulsun 5'dən. Eləyər cavabımız 10. D variantı. Daha sonra tənasüb verir dostlar bizə. M bölünsün n 10 bərabərdir 8 bölünsün n-ə. M'n hasilini soruşur. Bunları çarpaz vurub bərabərləşdirə bilərik. Yəni m vurulsun n bərabərdir 10 vurulsun 8'ə. Yəni kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Bu da eləyəcək 80. C variantı. Daha sonra 69 nömrəli çalışmaya baxırıq. ABCD kvadratının tərəflərindən çəkilmiş paralel düz xəttlər onun müstəvisinə paralel olan müstəvinin uyğunu olaraq A1, B1, C1 və D1 nöqtələrində kəsir. AB 4 cm olarsa A1, C1 parçasının uzunluğunu hesablayın. Gəlin çəkək bir dənə ABCD kvadratını və bunun təpə nöqtələrindən paralel düz xəttlər endirək aşağıya doğru. Və nəticə olaraq burada bir dənə də kvadrat əmələ gələcək və təpə nöqtələri A1, B1 və C1 olacaq. A1, B1, C1 və D1. Və həmçinin A1, B1, C1 və D1 bucaqlarda düz bucaqlardır. Və burada paralel köçürmə elədiyimizə görə tərəflərin uzunluqları dəyişməyəcək. AB tərəfi 4 cm-dirsə, onda BC də 4-dür, CD də 4-dür, AD də 4-dür. Paralel köçürdük, onda A1, B1 də 4-dür, B1, C1 də 4-dür, C1, D1 də 4-dür, A1, D1 də 4-dür. Bizdən A1, C1 məsafəsini soruşur. Burada deməli, A1, C1 məsafəsini tapmaq üçün Pifagor teoremindən istifadə edəcəyik. Yəni, kvadratın diagonalını tapmaq üçün Pifagor teoremindən istifadə edirik. Onda A1, C1'in kvadratı nəyə bərabərdir? A1, D1'in kvadratı topla D1, C1'in kvadratı. Bu da nəyə bərabər olar? 4'ün kvadratı topla 4'ün kvadratı. Bu da eləyəcək 32.
Onda AC nəyə bərabərdir? A1 C1 daha doğrusu kök altında 32'ye. Kök altında 32'den də çıxacaq. 4 kök altında 2. Cavabımız olacaq B variantı. Baxaq növbəti suala. Elementlərinin sayı bərabər olan AB və AB çoxluqları üçün NA kəsişir B6. 5NB çıx A bərabərdir 2. NA birləşir B olarsa NB'nin nəyə bərabər olduğunu tapın deyir bizə. Venn diaqramı çəkək. A və B çoxluğu olsun. Kəsişməni bizə 6 verir dostlar. Əgər ki NA və NB çoxluqları bərabərdirsə, mən yalnız A-ya bərabər olan, yəni yalnız A-ya aid olan elementlərin sayını bir K ilə işarə etsəm, onda yalnız B-yə bərabər olan elementlərin sayını da K ilə işarə etməliyəm. Onda NB çıxılsın A dostlar nəyə bərabər olacaq sayı? K-ya bərabər olacaq. NA birləşir B nəyə bərabər olacaq? K topla 6, yəni 2K topla 6-ya 2K topla 6-ya bərabər olacaq. Gətirək yerinə yazaq. Həmin qiymətləri 5 vurulsun K nəyə bərabər imiş? 2 vurulsun 2K topla 6-ya. Sağ tərəfdə mötərizəni açıb sadələşdirsək, 5K bərabərdir 4K topla 12 alarıq. 4K-nı keçirək sol tərəfə. 5K-dan 4K çıxsaq eləyəcək K bərabərdir 12. K-nı 12 aldıq, lakin bizdən NB-nin qiymətini soruşur. K burada yalnız B-yə aid olan elementlərdir. K 12-dirsə NB nəyə bərabər olacaq? 12 topla 6'ya bərabər eləyəcək. Bu da eləyəcək 18. Cavabımız olacaq Y bəndi. Baxaq növbəti çalışmaya. Tərəfləri ABC olan üçbucağın A və B tərəflərinin qarşısında yerləşən bucaqlara uyğun olaraq 62 dərəcə və 68 dərəcədir. Bu üçbucağın tərəfləri arasında hansı münasibət doğrudur? Bilirik ki, üçbucaqda böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında isə kiçik tərəf dayanır. Çəkək verilmiş üçbucağı tərəfləri A, B və C ilə qeyd eləyək. A tərəfinin qarşısında duran bucaq 62 dərəcədir. B tərəfinin qarşısında duran bucaq isə 68 dərəcədir. C tərəfinin qarşısında duran bucağı tapmaq üçün nə edərik? 180 dərəcədən çıxarıq. 62 dərəcə topla 68 dərəcə. Bu eləyəcək 180 dərəcə çıxılsın 130 dərəcə. Bu da eləyəcək 50 dərəcə. Deməli, qalan 3-cü naməlum bucaqda eləyəcək 50 dərəcə. Deməli, 50 dərəcə kiçikdir 62 dərəcə kiçikdir 68. Onda yazarıqmı ki, 50'nin qarşısındakı tərəf C-dir. Yəni C kiçikdir 62'nin qarşısındakı tərəf A, bu da kiçikdir 68'in qarşısındakı tərəf B. Yəni C kiçikdir A kiçikdir B və yaxud B böyükdür A böyükdür C, yəni D variantı olacaq bu sualda. Doğru cavab. Baxaq 72 nömrəli çalışmaya. A kvadratı çıxılsın 9 bölünsün 3A topla 9 ifadəsini sadələşdirin. Yuxarıdakı ifadə kvadratlar fərqidir. Müxtəsər vurma düsturlarından məlumdur. 9'u yazsaq 3'ün kvadratı şəklində. Onda alarıq A kvadratı çıxılsın 3'ün kvadratı. Bu da eləyəcək A çıxılsın 3 vurulsun A topla 3 şəklində. Məxrəcdəki ifadədən 3'ü mötərizə xaricinə çıxarsaq nə alınacaq? 3 vurulsun A toplu 3. A toplu 3'lər ixtisar getsə nə alınar? A çıxılsın 3 bölünsün 3 şəklindəki bir ifadə. Bu da A variantındadır. Doğru cavab olur A variantı. Daha sonra 73 nömrəli çalışmaya baxaq. Sinüs 41 dərəcə vurulsun kosinüs 11 dərəcə çıxılsın. Kosinüs 41 vurulsun sinüs 11 dərəcə ifadəsinin qiymətini hesablayın. Biz bilirik ki, sinüs alfa çıxılsın beta bərabərdir. Sinüs alfa kosinüs beta çıxılsın sinüs beta kosinüs alfaya. Bu düsturu yuxarıda tətbiq etsək, onda nə alarıq dostlar? Baxın, tərsini verir. Sinüs 41 vur kosinüs 11 çıxılsın. Kosinüs 41 olsun sinüs 11. Bu isə sinüs 41 dərəcə çıxılsın 11 dərəcə deməkdir. Bu da neçə eləyəcək? Sinüs 30 dərəcə. Sinüs 30 dərəcədə neçədir dostlar? 2'də 1. Cavab olacaq A variantı. Daha sonra 74 nömrəli çalışmaya baxaq. Perimetrlərə bərabər olan bərabər tərəfli üçbucaqla kvadratın tərəfləri uyğun olaraq x1 və x2'dir. Dostlar, bərabər tərəfli üçbucağın perimetri nəyə bərabərdir? Tərəfi x1'dirsə,
3x 1'ə bərabərdir. Tərəfi x 2'yə bərabər olan kvadratın perimetri nəyə bərabərdir? 4x 2'yə bərabərdir. Elə deyilmi? Zaten bütün tərəflər bir-birinə bərabər olmalıdır. Və bizə deyir ki, bu perimetrlər bərabərdir. Yəni 3x1 ilə 4x2 bir-birinə bərabərdir. Burada mən x1'i 4k'ya, x2'ni də 3k'ya bərabər eləyə bilərəm. Yazaram ki, x1 bərabərdir 4k, x2 bərabərdir 3k'ya. Verilmiş kvadrat tənlikdə bilirik ki, köklərin cəmi x-in əmsalının əksinə bərabərdir. Onda mən yazaram ki, kökləri nədir dostlar? x1 və x2. Yəni 4k topla 3k'nın cəmi bərabər olmalıdır. X-in əmsalı, yəni mənfi 21'in əksi olacaq müsbət 21. Yəni 7k bərabərdir 21'ə, k ilə bərabərdir 3'ə. K 3'dürsə, birinci kök nəyə bərabərdir? 4 vurulsun 3'dən 12. İkinci kök nəyə bərabərdir? 3 vurulsun 3'dən 9. Və sərbəst hədd nədir dostlar? 5a çıxılsın 7. Kvadrat tənlikdə V teoreminə görə sərbəst hədd köklərin hasilinə bərabərdir. Onda mən yaza bilərəm ki, 5a çıxılsın 7 bərabərdir 12 vurulsun 9'a. 12'ni 9'a vursak eləyəcək 108. Alarıq ki, 5a çıxılsın 7 108'dirsə, 5a bərabərdir 115. 5a 115'dirsə, 115'i bölsək 5 eləyəcək 23. Bizdən də zaten a-nı soruşurdu. Cavab olacaq 23. Baxaq 75 nömrəli çalışmaya. Loqaritmik ifadə verilir bizə. 2 loqaritm 20 əsasdan 2'ni, baxın bu 2'ni mən 2'nin qüvvəti şəklində yaza bilərəm. Onda yazarıq ki, loqaritm 20 əsasdan 2'nin kvadratı topla, loqaritm 20 əsasdan 5 şəklində bir ifadə alarıq. Digər bərabərlikdə, digər mötərizədə loqaritm 20 əsasdan 2'ni gətirərik nəyə? Onun qüvvətində yaza bilərik də. Loqaritm 20 əsasdan 2. 20 əsasdan onun kvadratı daha doğrusu çıxılsın. Loqaritm 20 əsasdan 5 qalsın olduğu kimi. Biz bilirik ki, əsasları eyni olan loqaritmik ifadələrdə arada toplama varsa, qüvvət üstlər vurulur. Arada çıxma varsa, daha doğrusu əsasın üzərindəki bu ifadələr bölünür. Çıxma varsa bölünür, toplama olsa vurulur. Onda yaza bilərik ki, loqaritm 20 əsasdan da hər ikisi 2'nin kvadratı eləyəcək 4. Toplama var deyə yazıram, 4 vurulsun 5. Vurulsun, loqaritm 20 əsasdan onun kvadratı eləyəcək 100. Arada çıxma var deyə, baxın bu 100'ü mən bölməliyəm 5'ə. Nəticə olaraq nə alarıq? Loqaritm 20 əsasdan 4'ü 5'ə vursaq eləyəcək 20. Vurulsun, loqaritm 20 əsasdan 100'ü 5'ə bölsə eləyəcək 20. Loqaritm 20 əsasdan 20 eləyəcək 1. Buradakı loqaritm 20 əsasdan 20 eləyəcək 1. 1'i də 1'ə vursaq eləyəcək 1. Düzgün cavab olacaq 1. Daha sonra baxaq 76 nömrəli çalışmaya. Silindrin ox kəsiyi tərəfləri AB bərabərdir 18, AD bərabərdir 10 olan düzbucaqlıdır. Bu silindrin həcmini hesablayın. AB tərəfi 12'yə bərabərdir. AD tərəfi 10 santimetrdir. AD 10'dursa dostlar, burada R 2 hissəyə bölünür. Elə deyilmi? Oturacaq 2 yerə bərabərdir. Onda radiusun biri nəyə bərabər olar? 5 santimetrə. Və silindrin həcm düsturunu bilirik. V nəyə bərabər idi? S oturacaq, vurulsun hündürlük. İstənilən fəza fiquru üçün həcm düsturu S oturacaq, vurulsun hündürlükdür. S oturacaq neçə eləyəcək? Dairədir. Dairənin sayəsi eləyəcək pi r kvadratı. Vurulsun h-da qalsın olduğu kimi. Pi-ni bizə verir 3 santimetr. R-i neçə tapdıq? 5 tapdıq. 5'in kvadratı neçə eləyəcək? 25. Hündürlük neçədir? 12. 12. Daha sonra 25'i vursaq 12'yə eləyəcək 300. 3'ü də 300'də vursaq eləyəcək 900. Deməli 76 nömrəli sualda doğru cavab olacaq 900. Növbəti çalışmaya baxaq. 77 nömrəli çalışmada 5 üzəri mənfi 2 vurulsun, 5'dəki üstü mənfi 4 vurulsun, 2/2'də 1 üstü mənfi 3 ifadəsinin qiymətini hesablayın deyir. 5 üzəri mənfi 2 qalsın olduğu kimi.
Digər ifadəni yaza bilərik 2 üstü -4 bölünsün 5 üzəri -4 şəklində. Vurulsun 2 tam 2-də 1, 2-də 5 deməkdir. Bunu da yazarıq 2 üstü -3 də 5 üstü -3 şəklində. Gəlin sadələşdirək. 5 üstü -2 qalsın olduğu kimi. 2 üstü -4'ü məxrəcə düşürüb 2 üstü 4 kimi yaza bilərəm. Məxrəcdə 5 üstü -4 varsa, bu da 1 bölünsün 5 üzəri 4 deməkdir, elə deyilmi? O da gələcək surətə də olacaq 5 üstü 4. Daha sonra eyni qaydanı digər ifadəyə də tətbiq etsək, 5 üzəri -3 düşəcək məxrəcə olacaq 5 üzəri 3. 2 üstü -3 də qalxacaq surətə, eləyəcək 2 üstü 3. 2 üstü 3 ilə 2 üstü 4 ixtisar gedər, məxrəcdə qalar 2. Daha sonra 5 üzəri 3 ilə 5 üzəri 4 ixtisar gedəcək, surətdə qalacaq 5. 5'i də 5 üstü -2'yə vursa qalacaq 5 üstü -1, məxrəcdə isə 2 qalmışdı. 5 üzəri -1, 1 bölünsün 5 deməkdir. Məxrəcdə də 2 var. 1 bölünsün 5 vurulsun 2 eləyəcək. Onda 1. Bu da bərabərdir 0,1. 77'də oldu 0,1. 78 nömrəli çalışmaya baxaq. Düzbucaqlının sayəsi x kvadratı çıxılsın 7x toplu 12 olarsa, uzunluğu x çıxılsın 3 olarsa, x-in ən kiçik tam qiymətini hesablayın deyir dostlar. Necə yazarıq? Düzbucaqlının sayəsi s bərabərdir x kvadratı çıxılsın 7x topla 12 şəklində bir ifadə verir. Gəlin həmin düzbucaqlının enini də tapaq. S düzbucaqlı nəyə bərabər edir? A vur B-yə. Yəni düzbucaqlının eni vurulsun uzunluğuna. Uzunluğunu bizə x çıxılsın 3 verirsə, onda nə yazarıq? X çıxılsın 7, x kvadratı çıxılsın 7x toplu 12'ni vuruqlara ayıraq. Eləcə x çıxılsın 3 vurulsun, x çıxılsın 4. Məxrəcdə də x çıxılsın 3 qalsın olduğu kimi. Baxın, surətdə x çıxılsın 3, məxrəcdə x çıxılsın 3. Getdi ixtisar, qaldı x çıxılsın 4. Deməli, eni nə oldu? Eni x çıxılsın 4 oldu. Uzunluğunu da zaten bizə nə vermişdi? X çıxılsın 3 vermişdi. Bizdən x-in ən kiçik qiymətini soruşur. Bilirik ki, hər hansı bir fiqurun eni və yaxud uzunluğu sıfırdan kiçik ola bilməz. Yəni x çıxılsın 4-də, x çıxılsın 3-də sıfırdan böyük olmalıdır. Onda birinci bərabərsizlikdən alarıq ki, x böyükdür 4, ikinci bərabərsizlikdən alarıq x böyükdür 3-dən. Gəlin bunların kəsişməsinə baxaq. Ədəd oxunda 3 nöqtəsini qeyd edirəm. 3-dən böyük ədədlər və 4-dən böyük ədədlər. Kəsişmə nə oldu dostlar? 4 müsbət sonsuzluq oldu. Bizdən nəyi soruşur? Ən kiçik qiymətini soruşur. 4-dən sağ tərəfdəki ən kiçik tam ədəd nədir dostlar? 5 gələcək. Cavabımız olacaq 5, 78 nömrəli sualda. Keçək açıq tipli çalışmalara. Diagonalı 6 cm olan kubun tam səthinin sahəsi ilə yan səthinin sahələri cəmini hesablayın deyir bizə. Çəkək bir dənə kub dostlar. Tutaq ki, kubun bir tərəfini, yəni tilini A ilə işarə eləyirəm. Onda bütün tillər də A-ya bərabər olacaq. Baxın, onda bu oturacaqdakı diagonal nədir? A kök 2-yə bərabər olacaq. Onda həmin kubun diagonalı nəyə bərabərdir? A kök 3-ə bərabər olacaq. Yəni, belə də qayda olaraq yadda saxlaya bilərsiniz ki, tərəfi A olan kubun diagonalı A kök 3-dür. Onda mən A kök 3-ü bərabər eləyə bilərəm 6 cm. Buradan da A bərabərdir 6 bölünsün kök 3-ə. Bizdən tam səthinin sayısını soruşur. Tərəfi A olan kubun tam səthinin sayısı 6A kvadratıdır. Yan səthinin sayısı 4A kvadratıdır. Gətirək A kvadratında A-nın qiymətini yerinə yazaq. 6 vurulsun A kvadratı neçə eləyəcək? 36 məxrəcdə 3. 36 bölü 3. 3 ilə 36 gedər ixtisar, qalar 12. 6-nı da 12'ye vursan eləyəcək 72. 4A kvadratını hesablayaq. 4 vurulsun 36 bölünsün 3. 3 ilə 36 gedər ixtisar, qalar 12. 12'ni də vursaq 4 eləyəcək 48. 72'nin üzərinə də 48 gəlsək neçə eləyəcək? 0 yadda 120 eləməsi lazım. Aha, bəli.
120. Deməli 79 nömrəli sualda cavabımız olacaq 120 santimetrin kvadratı. 80 nömrəli çalışmaya baxaq. Ata ilə oğlun yaşları fərqi 24-dür. Atanın yaşını oğlun yaşına böldükdə natamam qismət 2, qalıq 3 olarsa, oğlun neçə yaşı var? Yazaq atanın yaşı və oğlun yaşı. Ata ilə oğlun yaşları fərqi 24-dür. Mən oğlun yaşına bir x desəm, atanın yaşı neçə eləyəcək? X topla 24 eləyəcək. Atanın yaşını oğlun yaşına böldükdə natamam qismət 2-dir. Yəni, x topla 24-ü x-ə bölsək, natamam qismət 2-dir, qalıq isə 3-dür. Onda mən x topla 24-ü bərabər eləyə bilərəmmi ki, qismət vurulsun bölən, yəni 2 vurulsun x topla qalıq, yəni 3. Beləliklə, sadə bir tənlik aldıq. 3'ü keçirərik sol tərəfə, x-i keçirərik sağ tərəfə. 24-dən 3 çıxdıq, 21. 2x-dan da çıxsaq x eləyəcək x. Deməli, aldıq x bərabərdir 21-ə. Bizdən nəyi soruşurdu? Oğlun yaşını soruşurdu. Oğlun yaşını zaten x ilə işarələmişdi. X-i də 21 tapdıq. Cavabımız olacaq 21. Baxaq 81 nömrəli çalışmaya. Cüt sayda həddi olan sonlu ədədi silsilənin cüt yerdə duran hədlərinin cəmi tək yerdə duran hədlərinin cəmindən 204 vahid böyükdür. Silsilə fərqi 17 olarsa onun hədlərinin sayını tapın. Bizə deyir ki, cüt sayda həddi olan sonlu ədədi silsilə dostlar verir bizə. Yəni A1 topla, A2 topla, A3 topla və s. A2K çıxılsın 1 topla A2K'ya. Çünkü bizə deyir ki, hədlərinin sayı cüt saydadır. Daha sonra cüt yerdə duran hədlərinin cəmi. Baxın, yəni A2, A4, A6 və ən nəhayətində A2K. Gəlin yazaq. A2 topla, A4 topla, A6 topla və s. A2K. Çıxılsın tək yerdə duran hədlərinin cəmi. A1 topla, A3 topla, A5 topla və s. A2K çıxılsın 1 fərqi bərabər imiş 204-ə. Dostlar, gəlin cüt yerdə duran hədləri bir qədər sadələşdirək. Mən A2-ni A1 topla D şəklində yaza bilərəm. Elə deyil. A4-ü dostlar A1 yox. A3 topla D şəklində yaza bilərəm. A3 topla D şəklində yaza bilərəm. Məsəl üçün A6-nı A5 topla D şəklində yaza bilərəm. Elə deyilmi? Silsilənin xassəsinə görə. A2K-nı da dostlar A2K çıxılsın 1 topla D şəklində yaza bilərəm. Yenə də çıxsaq A1 topla, A3 topla, A5 topla və s. A2K çıxılsın 1-i. Bərabərdir neçə? 204-ə. Dostlar, burada baxın, D-lərin sayını tapmaq lazımdır. Buradakı hədlərin sayı qədər, yəni A2-dən A2K-ya qədərki hədlərin sayı qədər D olacaq, elə deyilmi? Onda gəlin sayını tapaq. 2K-dan çıxarıq 2-ni, arasındakı fərqi 2 üzərinə 1-i gələrik. Eləyər neçə? K çıxılsın 1 topla 1. Eləyəcək K. Deməli, baxın, bu yuxarıda gördüyünüz ifadədə K sayda D, yəni silsilə fərqi var. Və yuxarıdakı ifadədən ikinci ifadəni çıxsaq, baxın, A1-dən çıxırıq A1-i, A3-dən çıxırıq A3-ü, A5-dən çıxırıq A5-i. Baxın, A2K çıxılsın 1-dən, yenə A2K çıxılsın 1-i də çıxırıq. Nəhayət yerdə nələr qalır dostlar? D-lər qalır, elə deyilmi? Və biz də dedik ki, K sayda D var həmin ifadədə. Yəni K vurulsun D-ni 204-ə bərabər eləyə bilərik. K vurulsun D-ni 204-ə bərabər eləyərik. Dostlar, D-nin qiymətini bizə verir 17. Yəni K vurulsun 17 bərabərdir 204-ə. Buradan da K bərabərdir 12-yə. Bizdən nəyi soruşur? Onun hədlərinin sayını tapın deyir dostlar. K-nı 12 tapdıq. Biz hədlərin ümumi sayını A1-dən A2K-ya qədər qeyd etmişdik. Elə deyilmi dostlar? K 12-dirsə, onda A2K neçə eləyəcək? A24. Deməli bizim burada
ümumi nə qədər həddimiz var? 24 sayda həddimiz olacaq. Baxaq 82 nömrəli çalışmaya. Qaçış yolu uyğun tərəfləri bir-birinə paralel olan iki üçbucaq formalı sahə ilə hüdudlanmışdır. Böyük yolun kənarları boyunca AD təpəsindən başlayaraq aralarındakı məsafə 5 metr olmaqla ağaclar əkilmişdir. Və əkilmiş bütün ağacların sayını tapın deyir. AB məsafəsi dostlar verir 160 metr. AC məsafəsi 180 metr. BC məsafəsi isə 200 metrdir. Və DF 45 metr verir. Dostlar, burada tərəfləri bir-birinə bərabər olan, daha doğrusu paralel olan üçbucaqlar verilmişdir. Baxın, DF paralel AC tərəfidir, elə deyilmi? Burada oxşarlıqdan istifadə edəcəyik. Yəni AC-nin DF nisbətini, baxın, AC-nin DF nisbətini, yəni paralel tərəflərin nisbətini bir-birinə bərabər eləyə bilərik. AC-nin DF nisbəti bərabərdir. AB-nin DY-yə nisbəti, bu da bərabərdir. BC-nin YF nisbətinə. Onda 180-in 45-ə nisbəti 4-ə bərabərdir, elə deyilmi? Onda 160-ın DY-yə nisbəti də 4-ə bərabər olar. Buradan da alarıq ki, DY nəyə bərabər imiş? DY bərabər imiş 40-a. DY-ni tapdıq 40. Daha sonra BC uzunluğu 200-dür. Yəni 200-ün YF-ə nisbəti 4-ə bərabər olar. Onda YF-i buradan neçə alarıq? 50 alarıq. Deməli, YF oldu 50. Və bizə ağacların sayını tapmaq tələb olunur. Bunun üçün nə edərik? PABC üçbucağının perimetrini taparıq. 180 topla 160 topla 200 eləyəcək 540. Və hər 5 metrdən bir ağac əkildiyinə görə birinci dostlar, üçbucağın yan tərəflərinə çəkilmiş ağacların sayını tapmaq üçün perimetri bölərik 5-ə, yəni aralarındakı məsafəyə. 540-ı 5-ə bölsə eləyəcək 108. Deməli, böyük üçbucağın uzunluqları boyunca, tərəfləri boyunca 108 ağac əkilir. Baxaq, ikinci kiçik üçbucağın perimetri nəyə bərabər olar? P, Y, D, F nəyə bərabərdir? 40 topla, 45 topla 50-yə. Bu da eləyəcək 135. Yaxşı, baxaq, ikinci üçbucağın tərəfləri boyunca neçə ağac əkilir? Bunun üçün nə edərik? Yenə perimetri bölərik ağacların arasındakı məsafəyə, yəni 5-ə. Bu da eləyəcək neçə? 27. Bizdən ümumi qiyməti soruşduğuna görə 108-in üzərinə 27 gələrik ümumi qiyməti tapmaq üçün. Bu da eləyəcək neçə? 135. Deməli, ümumilikdə 135 dənə ağac əkilir. Cavab olur 135, 82 nömrəli sualda. 83-də deyir ki, y bərabərdir x kvadratı çıxılsın 6x topla b parabolasının təpə nöqtəsindən koordinat başlanğıcına qədər məsafə 3 kök altında 5 olarsa, b parametrinin kiçik qiymətini hesablayın. Dostlar, parabolanın təpə nöqtəsini necə tapırdıq? N bərabərdir mənfi b bölünsün 2a-ya. N bərabərdir b kvadratı minus 4ac bölünsün 4a-ya. Daha doğrusu 4ac çıxılsın b kvadratı bölünsün 4a olmalıdır. Əslində heç bunu yazmaya ehtiyac yoxdur. M-in qiymətini tapıb gətirib yerinə yazmaq kifayət idi. M-in qiyməti nəyə bərabər olar dostlar? B-nin yerində dayanır mənfi 6. Yəni mənfi 6 bölünsün 2a. A-nın yerində 1 dayanır bölünsün 2. Eləyəcək neçə? 6 bölünsün 2. 6-nı bölsə 2-yi nə eləyəcək? 3. Deməli, M-in qiyməti nəymiş dostlar? 3 imiş. N-in qiymətini tapmaq üçün nə eləyərik? Verilmiş ifadədə haradakı x görürük, yerinə 3 yazmağımız kifayətdir. N bərabərdir 9 çıxılsın 18 topla b-yə. Bu da bərabərdir b çıxılsın 9-a. Yəni, parabolanın təpə nöqtəsinin koordinatları 3 və b çıxılsın 9-dur. Və bizdən koordinat başlanğıcına qədər məsafəni soruşursa, bu məsafə nəyə bərabər olar? 3 çıxılsın 0. Koordinat başlanğıcı x koordinatı da 0-dır və koordinatı da 0-dır.
X yani 3 çıxılsın 0'ın kvadratı topla. B çıxılsın 9 çıxılsın 0'ın kvadratı bərabərdir 3 kök altında 5'e. Kök altında 3 çıxılsın 0'ın kvadratı eləyəcək 9. B çıxılsın 9 çıxılsın 0 eləyəcək. Zaten B çıxılsın 9'un mötərizə kvadratı bərabərdir 3 kök altında 5'e. Hər tərəfi kvadrata yüksəltsək, 9 topla B çıxılsın 9'un mötərizə kvadratı bərabərdir 3 kök altında 5'in kvadratı eləyəcək 45. Nəticə olaraq alarıq ki, B çıxılsın 9'un mötərizə kvadratı bərabərdir 36'ya. Buradan nə alarıq? B çıxılsın 9 bərabərdir müsbət 6. B çıxılsın 9 bərabərdir mənfi 6'ya. Bizdən B'nin kiçik qiymətini soruşur. Birinci halda B 15'e bərabər olar. İkinci halda B 3'e bərabər olar. Bizdən kiçik qiymət soruşduğuna görə B'nin 3 qiymətini götürəcəyik. 83 nömrəli çalışmada cavab olacaq 3. 84 nömrəli çalışmada deyir ki, mərkəzi O nöqtəsində olan çevrənin kəsişən iki vətənindən biri uzunluqları 48 və 3 cm olan iki parçaya bölünmüşdür. Çəkək 2 dənə kəsişən vətən 48 cm və 3 cm olan hissəyə bölünür. Və digər vətər isə 1 və 4 nisbətində bölünür. Yəni mən bu vətərin balaca hissəsinə bir x desəm, baxın yerdə qalan böyük hissəsinə bir 4x deyə bilərəm. Çevrədə bilirik ki, kəsişən iki vətər verilsə, metrik münasibətlər M olsun, N olsun, A olsun, B olsun. A'nın B'yə hasili M'in N hasilinə bərabərdir. Eyni qaydanı burada tətbiq etsək, X'i 4X'e vurduqda nəyə bərabər olmalıdır? 48 vurulsun 3'e bərabər olmalıdır. Alarıq ki, 4x kvadratı bərabərdir 48 vurulsun 3. X kvadratı bərabərdir. Neçə eləyəcək dostlar burada? 12, 36 eləyəcək. X kvadratı bərabərdir 36. Buradan da alarıq x bərabərdir 6'ya. Bizdən nəyi soruşur? Bu vətərin uzunluğunu hesablayın deyir bizə. X'i 6 tapdıq dostlar. Vətərin uzunluğu ümumilikdə 5x olar, elə deyilmi? X topla 4x. 5'i də vursaq x-a, yəni 6'ya eləyəcək cavabımız 30. 84'də cavabımız olacaq 30 cm. Nəhayət 85 nömrəli çalışmada deyir ki, cədvəldə riyaziyyat və fizika fənləri üzrə olimpiyadalarda iştirak edən şagirdlərin sayları göstərilmişdir. Hər fən üzrə bir qalib olarsa, bu qaliblərin riyaziyyat fənni üzrə oğlan, fizika fənni üzrə qız şagird olması hadisəsinin ehtimalını hesablayın deyir bizə. Riyaziyyat fənni üzrə y qədər oğlan və 3x qədər qız iştirak edir və bunların cəmi 14'e bərabərdir. Onda yazaram ki, y topla 3x bərabərdir 14'e. Fizika olimpiyadasında 5y qədər oğlan və x qədər qız iştirak edir və cəmi 14 verirsə, 5y-in üzərinə x gəlsəm 14'e bərabər eləyə bilərəm. Onda baxın, hər ikisi 14'e bərabərdirsə, y topla 3x-ə bərabər eləyə bilərəm. 5y topla x-ə. X-i sol tərəfə, y-i sağ tərəfə keçirsək, alarıq 2x bərabərdir 4y-ə. 2x bərabərdir 4y-dirsə, x bərabərdir 2y-ə. X-in 2y qiymətini gətirirəm birinci tənlikdə yerinə yazıram. Alarıq 7 y bərabərdir 14'ə. Buradan alarıq y bərabərdir 2'yə. Y 2'dirsə dostlar, x nəyə bərabərdir? Y 2'dirsə, x bərabərdir 4'ə. Gətirək yerinə yazaq dostlar. Y-in 2, x 4'dürsə, 12 dənə qız riyaziyyat olimpiyadasında iştirak edir. Daha sonra fizika olimpiyadasında 5y qədər oğlan iştirak edirsə, 10 sayda oğlan və 4 sayda qız iştirak edir. Və bizdən soruşur ki, bu qaliblərin riyaziyyat fənni üzrə bir oğlan. Riyaziyyatda iştirak edən ümumi uşaqların sayı nə qədərdir? 14 qədər. Və oğlan iştirak etməlidir dostlar. Oğlanların sayı nə qədərdir? 2 qədər. Yəni, dostlar, birinci ehtimal olsun. Riyaziyyat olimpiyadasında iştirak edən oğlanın tapılması ehtimalı. Bu eləyəcək 7'də 1. P2-ni tapaq. Fizika olimpiyadasında qız şagirdin olması hadisəsinin ehtimalı. Ümumi şagirdlərin sayı, fizikada iştirak edən ümumi şagirdlərin sayı 14'dür. Və qızların ümumi sayı nə qədərdir dostlar? Yalnız fizikada iştirak edən 4 nəfər. Bu da nəyə bərabərdir? 7'də 2. Bizdən
Eyni zamanda bu hadisələrin baş verməsi ehtimalını soruşur. O zaman ehtimallar vurulmalıdır. P1 vurulsun P2. 1 bölünsün 7 vurulsun 2 bölünsün 7 eləyəcək 49'da 2. 85 nömrəli çalışmada cavab olmalıdır 49'da 2.